Münxen Təhlükəsizlik Konferansına ilk dəfə qalib dövlətin rəhbəri kimi sülh gündəliyi ilə qatıldığını bəyan edən Prezident İlham Əliyevin ətrafında yaradılan kənar informasiya ajitajı sifarişli idi. Vətəndaşlığını və mənliyini itirən Emin Hüseynovların demokratiya sualı əslində Azərbaycanın qələbəsini qəbul edə bilməyən və son bir ayda daha da azğınlaşan dairələrin koordinasiyalı əks hücum kampaniyası. Ərazisini işğaldan təmizləyən, suverenliyini bərpa edən, Xankəndidə üçrəhli bayrağını ucaldan bir dövləti insan haqları ilə sorğulamaq siyasi riyakarlıqdır. Demokratiya sualını torpağını öz ordusu ilə azad edən bir dövlətə verirlər. Lakin Suriyanın Kürd hərəkatının lideri Məzlum Abdi elə həmin Münxen salonunda onunla görüşən onlarla dövlət rəhbərindən belə sualı vermirlər. Emin Hüseynov Azərbaycanın birinci xanımından insan haqlarının vəziyyətini soruşur. Mehriban xanım Əliyeva isə sərt və güclü iradəsini cəmi iki cümlə ilə nümayiş etdirir. Bəli, Vətən müharibəsində kişi libası geyim, səngərdə vuruşan, mərmi altında yaralı və şəhid övladlarını çiyinlərində daşıyan və bir gündə iki oğlunu torpağa əmanət edən Azərbaycan qadını mənəviyyətcə özgə təyyarəsi ilə və paltarı ilə Avropaya qaçan fərarilərdən qat-qat yüksəkdədir. Ən böyük insan haqqı öz doğma torpaqlarında yaşamaq və qrup yaratmaqdır. Ali Baş Komandanla çiyin-çiyinə şəhid ailələrini bağrına basan, müharibənin ilk günlərində yaralı döyüşlərin ağrısını qəhəri ilə bölüşən Mehriban xanımın nöqtəvi və sərrast zərbəsi 10 illərdə dövlətimizə qarşı aparılan böhtan kampaniyasını iflasa uğradır. Təkcə prezident ailəsinin deyil, bütün Azərbaycan qadınının, xanımlarının iradəsinin ifadəsi oldu. Bəli, Emin Hüseynovlar üçün Azərbaycan hələ də 20% natamamdır, işğal altındadır. Xüsusi xidmət orqanlarının əməkdaşı Amerikalı Sarah Paulsfordla əlaqələrdən sonra casusluğuna görə 1,5 milyon manat mükafat alan və 250 min manat vergi borcunu İsveçrə dövlətinə ödətdirən bir şəxs Avropalı siyasi liderlərinin qarşısında qaçıb tələb eləmir. Nədən bir Zəngilanlının, Kəlbəcərlinin evini tikmirsiniz? Niyə dahi Füzulinin adını daşıyan torpağın minadan azad olunmasına əl uzatmırsınız? Emin və Mehman Hüseynovların informasiya terroru erməni daşnaqlarının belə ağlına gəlmir. Görün də hansı səviyyədədir. Dünən Qlobal Sülh Şurasında tək qalib lider kimi iştirak edən İlham Əliyev tamamilə haqlıdır. Beynəlxalq media, qeydi şəbəkələri, geopolitikanın silahlarıdır. Dünyada tam müstəqil mətbuat mifdir. Azadlıq və Amerikanın səsi radioları Konqres tərəfindən maliyyələşir. BBC Britaniya hökumətindən böyük yardımlar alır. Reuters isə bunu gizli eləyir. Ona görə də Azərbaycanın qələbəsi onun Qlobal Sülh Şurasında söz sahibi elədiyi üçün Avropa və ABŞ-da prezidentin qarşısına çıxanlar bilməlidir. Şuşaya yüksələn Ali Baş Komandan son 300 ilin suallarının hamısını birdən cavablandırıb. Sağ olun.